Fatir Suresi Mekke'den nazil olmuştur. 45 ayet. Bağışlayan ve mehriban Allah'ın adıyla. Göyləri ve yeri yoktan yaradan, iki kanadlı, üç kanadlı ve dört kanadlı mələkləri, peyğəmbərləri elçi eden Allah'a həmd olsun. Allah, məxluqatda istədiyini artırar. Həqiqətən Allah hər şeyə qadirdir. Allah'ın insanlara əta etdiyi mərhəmətə, verdiyi nemətə, ruziyə heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də özündən başqa heç kəs göndərə, verə bilməz. O yenilməz qüvvət, hikmət sahibidir. Ey insanlar! Allah'ın sizə olan nemətini yada salın. Allah'tan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə aldanıb haqdan döndərilirsiniz? Əgər bu müşriklər səni təksib etsələr, heç ürəyini sıx. Səndən əvvəldə peyğəmbərlər təksib olunmuşdu. Bütün işlər axırda ancaq Allah'a qaydacaqdır. Təksib edənlərə cəza veriləcək. Təksib olunanlara isə yardım göstəriləcəkdir. Ey insanlar! Şübhəsiz ki Allah'ın qiyamət barəsindəki vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan şeytan da sizi tovlayıb yoldan çıxartmasın. Həqiqətən şeytan sizin düşməninizdir. Onu özünüzə düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır. Kafir olanları şiddətli əzab, iman gətirib yaxşı işlər görənləri isə bağışlanma və böyük bir mükafat gözləyir. Pis əməli şeytan tərəfindən özünə yaxşı göstərilib, onu yaxşı görən, Allah'ın doğru yola yönəltdiyi kimsəyə bənzərmi? Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini də doğru yola salır. Ya Peyğəmbər, artıq onlara, Məkkə müşriklərinin haq yoldan azmalarına görə özünü üzüb həlak etmə. Həqiqətən Allah onların nə etdiklərini biləndir. Buludları hərəkətə gətirən küləkləri Allah'dır göndərən. Biz o buludları quru, ölü bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. Ölüləri diriltmək də belədir. Hər kəs dünyada izzət, qüdrət, şərəf, şan istəsə, bilsin ki, dünyada da, ahirətdə də bütün izzət, qüdrət, şərəf, şan ancaq Allah'a məxsusdur. Buna yalnız Allah'a itaət və ibadət etməklə nail olmaq mümkündür. Pak söz, tövhid kəlməsi, zikr, həmd, səna ona tərəf yüksələr və pak sözü də Allah dərgahına yaxşı əməl qaldırar. Allah pak sözü eşidəndir, salih əməli də qəbul edər. Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hilələr boşa çıxar. Allah sizi, atanız Adəmi torpaqdan, sonra nütfədən xəlq etmiş. Sonra da sizi kişi və qadın olmaqla cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz
və bari həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun yaxud başqa birinin ömrünün qısaldılması da ancaq kitabda, lövh-i məhfuzda yazılmışdır. Həqiqətən bu, Allah üçün çox asandır. İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat, boğazdan rahat keçən, digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət, balıq yeyir, taxtığınız inci və mərcan kimi bəzəklər çıxardırsınız. Onun, Allahın lütfündən, nemətindən ruzi diləyib axtarmağınız, ticarət etməyiniz üçün gəmilərin də orada, suyu yara-yara üzdüyünü görürsən. Bütün bunlara görə bəlkə Allaha şükür edəsiniz. Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. O günəşi və ayı da Ram, öz əmrinə, sizin mənafeyinizə tabi etmişdir. Onların hər biri öz hədəqəsində, öz dairəsində müəyyən müddətədək, qiyamət gününə qədər dövr, hərəkət edər. Bu sizin Rəbbiniz olan Allahdır. Hökm O'nundur. Sizin ondan qeyri ibadət etdikləriniz bir çərdək qabığına belə sahib deyirlər. Əgər siz onları çağırsanız, dua etsəniz, onlar sizin çağırışınızı eşitməzlər. Eşitsələr də cavab verə bilməzlər. Çünki Allah onlara nitq qabiliyyəti verməmişdir. Özləri də qiyamət günü sizin onları Allaha şərik qoşduğunuzu, onlara büt kimi ibadət etdiyinizi danacaqlar. Ya Peyğəmbər, heç kəs sənə hər şeydən xəbərdar olan Allah kimi xəbər verə bilməz. Ey insanlar, siz Allaha möhtaçsınız. Allah isə heç nəyə, o cümlədən sizin ibadətinizə möhtac deyildir. Hər cür şükrə, tərifə layiqdir. Onun bütün işləri bəyəniləndir. Əgər istəsə sizi yox edib, yerinizə başqa bir məxluq gətirər. Bu Allah üçün çətin deyildir. Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə, yükünü daşımaq üçün başqa birisini köməyə çağırsa və çağırılan adam onun yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz. Ya Peyğəmbər, sən ancaq Rəbbindən, onun əzabını görmədikləri halda qorxanları və vaxtında namaz qılanları qorxudub xəbərdar edirsən. Hər kəs günahlardan, küfürdən təmizlənsə, özü üçün təmizlənmiş olar. Savabı özünə yetişər. Axır dönüş ancaq Allahadır. Kör ilə görən eyni olmaz. Zülmətlə nur da eyni deyildir. Kölgə, sərin ilə isti eyni olmaz. Dirilərlə ölülər də eyni deyirlər. Bütün bunlar kimi kafirlə mömin, küfürlə iman, cəhənnəmlə cənnət, batillə haqq da eyni olmazlar. Şübhəsiz ki, Allah dilədiyinə ayələrini eşitdirər. Sən isə, ya Peyğəmbər, qəbirlərdə olanlara haqqı eşitdirən deyilsən. Sən ancaq müşrikləri, kafirləri Allahın əzabı ilə qorxudan bir Peyğəmbərsən. Doğrudan da biz səni haqla, Qur'anla müjdə verən və qorxudan bir Peyğəmbər kimi göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən kafirləri Allahın əzabı ilə qorxudan xəbərdar edən bir Peyğəmbər, yaxud alim gəlib getməsin. Əgər onlar
Məkkə müşrikləri səni yalançı saysalar, heç ürəyini qısma. Onlardan əvvəlkilər də öz peyğəmbərlərini yalançı hesab etmişdilər. Halbuki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr, səhifələr və Tövrat, İncil kimi nurani kitabla gəlmişdilər. Sonra mən o küfr edənləri əzabla yaxaladım. Ya Peyğəmbər, bir görəydin mənim onları inkar etməyim, nemətimi nifrətə çevirərək cəzalandırdığım necə oldu? Ya Peyğəmbər, məyər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi? Sonra biz onunla növbə-növ meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli, ağ, qırmızı, tünd, qara yollar, yaxud tünd qara qayalar peyda etdik. İnsanların, yer üzündə gəzən heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və ondan daha çox qorxurlar. Həqiqətən Allah yenilməz qüvvət sahibidir, möminləri bağışlayandır. Allahın kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən Allah yolunda gizli və aşkar xərcləyənlər, kasad olmayacaq bir ticarət, savab umanlar ki, Allah onlara əməllərinin mükafatlarını versin və öz lütfündən, kərəmindən onlara artırsın. Həqiqətən Allah bağışlayandır, qədir biləndir. Bəndələrinə ona etdikləri şükr müqabilində bol nemət əta edər. Ya Peyğəmbər, sənə özündən əvvəlkiləri təsdiqləyici olaraq vəhy etdiyimiz kitab, Qur'an, haqdır. Həqiqətən Allah bəndələrindən xəbərdardır, hər şeyi görəndir. Sonra kitabı bəndələrimizdən seçdiklərimizə, Muhammed ümmətinə miras verdik. Onlardan kimisi özünə zülm edər, pis əməlləri yaxşı əməllərdən çox olar. Kimisi mötədil, pis əməlləri ilə yaxşı əməlləri bərabər olar. Kimisi də Allahın izni ilə yaxşı işlərdə başqalarını ötüb irəli keçər. Yaxşı əməlləri pis əməllərindən çox olar. Bu, kitaba varis olmaq böyük lütfdür. Onlar ədn cənnətlərinə daxil olacaqlar. Orada altın bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır. Onlar deyəcəklər, qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən Rəbbimiz bağışlayandır, qədir biləndir. Elə bir Rəbb ki, öz lütfü kərəmi ilə bizi əbədi qalacağımız iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir məşəqqət, əziyyət toxunacaqdır. Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canları qutarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq. Onlar orada fəryad edib deyəcəklər, ey Rəbbimiz, bizi buradan çıxart ki, salih əməllər edək. O əməlləri yox ki, dünyada edirik. Onlara belə deyəcəyik, məyər orada sizə öyüd nəsihət qəbul edəcək kimsənin, öyüd nəsihət qəbul edəcəyi, düşünəcək kimsənin düşünəcəyi qədər ömür vermədiyimi? Hələ sizə, siz kafirləri Allahın əzabı ilə qorxudan Peyğəmbər də gəlmişdi. Dadın cəhənnəm əzabını, zalimlərin imdadına çatan olmaz.
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini, gözə görünməyən sirlərini bilir. O, ürəklərdə olanları da biləndir. Sizi yeryüzünün varisləri edən, bir-birinizin yerinə gətirən O'dur. Küfr edənin küfrü öz əleyhinə olar, zərərini özü çəkər. Kafirlərin küfrü, Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrü, ahirətdə onların ancaq ziyanını artırar. Ya Muhammed, Məkkə müşriklərinə de, mənə bir göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz, yer üzündə, yaxud yerdən və yerə bənzər şeylərdən nəyi yaradıblar? Yoxsa onların göylərdə Allahla bir şərikliyi var? Yaxud onlara ilahi bir kitab vermişik və Allaha şərik qoşmaq barəsində oradakı bir dəlilə istinad edirlər. Xeyr, o zalimlər bütlərin onlar üçün şəfaət edəcəyi haqda bir-birinə ancaq yalan vəd verirlər. Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar, öz məhvərindən çıxmasınlar deyə tutub saxlayır. Əgər öz məhvərindən çıxsalar, ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da Allah həlimdir, bağışlayandır. Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əhv edər. Məkkə müşrikləri özlərinə Allahın əzabı ilə qorxudan bir peyğəmbər gələcəyi təqdirdə, Yəhudi, Haçpərəst və başqaları kimi hər hansı ümmətdən daha artıq doğru yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara belə bir peyğəmbər, Muhammed əleyhissalam gəldikdə, bu ancaq onların nifrətini artırdı, haqq yoldan daha da uzaqlaşdılar. Bu isə onların yer üzündə təkəbbür göstərmələri, iman gətirməyi özlərinə sığışdırmamaları və pis əməlləri ucbatından idi. Pis əməl, qərəzli hilə ancaq onun öz sahibinin başında çatlayar. Məyər onlar Allahın adəti, qayda qanunu üzrə özlərindən əvvəlkilərin düçar olduqları müsibətləri mi, həmin müsibətlərin onların öz başlarına da gəlməsini mi gözləyirlər? Ya Peyğəmbər, sən Allahın qoyduğu qayda qanunda heç bir dəyişiklik tapmazsan. Məyər onlar yer üzündə dolaşıb, özlərindən əvvəlkilərinin axırının necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən o hər şeyi biləndir, hər şeyə qadirdir. Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfəri belə sağ qoymazdı. Lakin Allah onların cəzasını müəyyən bir vaxta, qiyamət gününə qədər gecikdirər. Nəhayət onların vaxtı gəlib çatdıqda, həmin müddət yetişib, qiyamət qopduqda, hamını yenidən dirildərək, hərəyə öz əməli müqabilində cəza, yaxud mükafat verər. Çünki Allah öz bəndələrini görəndir.